Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizləri salamlayıram Buzovna Mərdəkan şosesi, Sunrise restoran arxası, Dalğa biçin qarşısı, Dalğa arenanın qarşısı. Mərkəzi yoldan 200 metrlik məsafədə, 200 metrlik eksklüziv olaraq isti-isti sizə bu evi təqdim eləməyə başlayıram. Düz yolun yaxınlığında 7 sot, 220 kvadrat, 5 otaq, 675 min manatdır. Buralara çox qəşəngdir. Buranı çox gözəl düzəldiblər. Drenaj sistemidir, su anbarıdır buradadır. Bu hovuzun burasında baba şüşə yeri, ora qəşəng ağdaşlar yığılıb, sıngıl daşlardır, böyükləri yığılıb və istirahət güşəsi. Ocaqlıq da qoyulub bura. Yəni bu gəzir də bunu hara hissəsini aparıb yandırıb istifadə eləmək olar, amma çox qəşəngdir. Şəlalə, hovuz, evin ümumi görüntüsü çox qəşəng bura gözəllik verir. Əziz izləyicilərimiz, gəlin hissəsini də sizə göstərim evin. Bir daha söyləyirəm, ev 7 sotda Mərdəkan Buzovna şosesində yerləşir. Çox qəşəng, keyfiyyətli təmirə malikdir. Avtomatik olaraq darvazası, 2 maşınlıq qarajı, geniş, böyük bir küçəsi var. Bu küçənin ən gözəlliyi nədir? Baxın, düz oradan bura qədər 2 qonşuya aid olan bir küçədir. Burada nə qədər istəyirsən maşın saxlar, nə qədər istəyirsən parking sahəsidir. Parking 2 qonşuya aid olan parking sahəsidir. Avtomatik olaraq darvazadan həyətə keçdi. Bir daha söyləyirəm, 2 maşınlıq üstü bağlı həyətin içərisində qaraj, gözəl, geniş, böyük bir palma ağacı, üzbəüz bizə baxan otaq, yataq otağıdır, daxilində qardirob otağı, sanitar qovşağı var, evin ümumi giriş qapısıdır, evin içərisində olsa daxil olacaq. Evin işıqlandırması, həyətin işıqlandırması hamısı gecə-gündüzdür, yəni sensora qoşulub. Orada olan ocaqlığı gördünüz. Burada gözəl bir söhbətgah inşa olunub. Söhbətgahın yanında həyət üçün nəzərdə tutulmuş bir sanitar qovşağı var ki, içərisində jacuzzi isə mövcuddur. İsti döşəməklə təmir olunub, əziz izləyicilərimiz. Baxın, bu söhbətgah. Daxilində stolu qoyulub. Mətbəx mebeli hamısı yığılıb. Buradan belə bir qapı qoyulub ki, hansı ki, burada da oturanda bu sanitar qovşağından istifadə eləmək olsun. Duş kabinasıdır, burada unitazıdır, əli cüyanıdır və burada belə bir jacuzzi, belə bir vanna qoyulub. Dəyərli izləyicilərimiz, buradan da çıxırıq biz çölə. 2 dənə çox bahalı, çox keyfiyyətli şezlong qoyulub. Həyətdə deməli, manqal inşa olunmayıb, manqal inşa etməyiblər deyənə burada baxın, belə bir barbekü aparatı alınıb, qoyulub. Ona sizə məlumat verim. Hovuz 5 metrənin 10 metrəyə olan isti, hazır hovuzdur. İstədiyiniz vaxtda qoşub istifadə edə bilərsiniz. Gözəl bir dizaynə malikdir. Evin burada qonaq otağının qarşısı verandadır. Bura isə mətbəxdir. Əziz izləyicilərimiz, gəlin indi isə keçək evin daxilinə. Buyurun, getdik. Qapı naboydadır, burada qapı naboydadır. Qapı naboydadır. Seyf qapı, keçək. 5 otaq düzdür? 5 otaq. Ay maşallah, çox böyük qapı, seyf qapı, dəmir qapıdır. Allah xeyir versin, kim alacaqsa. 5 metr bura. Hündürlüyü çox qəşəngdir. Bir daha söyləyirəm, bütün məlumatları həyətdə verdim. Yenə də sizlərə məlumat verim. Burada bir iki yanmadı, niyə? Ümumi dəhlizdən çəkilən kimi geniş, böyük bir dəhliz, hündürlüyü də görürsünüz. Burada bəzənmə bir aynası var. Dolab yığılıb, düz yuxarıya qədər sağ tərəfdə. Birinci, keçən kimi. Birinci yataq otağıdır. Yataq otağının daxilində qardirob otağı var. Sanitar qovşağı var. Həyətə baxan hissədir. Bu yataq otağı birbaşa həyətə baxır. Gözəl küçəsi var, çox gözəl küçəsi var. Çox qəşəng küçəsi var. Yer haqqında da məlumat vermişəm. Yer superdir də, yəni Dalğa biçin düz qarşısı. Bu da bu yataq otağının daxilində olan sanitar qovşağı. 220 kvadrat yaşayış sahəsidir. 220 kvadrat. 5 otaqlı bu ev. Qiymət neçə oldu? 675 min manat. Düzdür? 675 min start qiymətdir. Bura həm çamaşırxana, həm də texniki otaqdır. Xəttlər buraxılıb. Kimə lazım olsa boiler qoyulacaq. Narahat olun. Ev bütöv olaraq isti döşəmədir.
Eksklüziv olaraq isti-isti, bax isti-isti, asfalt heç qurumayıb. Bu da ikinci yataq otağı. Yataq otağı və yataq otağından arxaya baxan hissə. Bir dənə baxaq. Buradan buyur, arxanı da göstər. Çox qəşəng, təmirə malikdir, keyfiyyətli təmirdir. Onu da sizə deyim ki, bir daha söyləyirəm, yer superdir. Ev özü də ki, maşallah, gördüyünüz kimi. Bu da üçüncü yataq otağı. Bütün yataq otaqları, ev özü hündür tavana malikdir. Çox böyük, çox geniş. Bu da tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Mətbəx otağını göstərəcəm. Keçək bizim buradan. Bu dördüncü yataq otağını da göstərək. Burada dördüncü yataq otağı, hansı ki daxilində sanitar qovşağı mövcuddur. Qardırob, sonra da sanitar qovşağıdır. Beş otaqlı bu ev, bir daha söyləyirəm, Mərdəkan dəniz yolu Buzovna, Mərdəkan şosesi, Polis Akademiyasına çatmamış, Əncirliyə çatmamış, dalğa biçin qarşısında. Yola çox yaxın bir ərazidə yerləşir, 220 kvadrat yaşayış sahəsi var. Burada mətbəx otağıdır. Bəli, çox şeylər qoşmayıblar, inşallah qoşulacaq. Baxın, mətbəxdən görüntü, mətbəxdən verandaya görüntü, buradan çıxış giriş qapısı. Bax, balığı buradan birbaşa verandaya. Maşallah, hovuz, orada istirahət güşəsi çox qəşəng görünür, çox superdir. Və qaldı sonda sizə təqdim eləyəcəyimiz qonaq otağı. Maşallah, çox qəşəngdir. Yenə deyirəm, zövqlüdür. Qiymət 675.000 manat start qiymətdir, başlanğıc qiymətdir. İnşallah endirimimiz də olacaq. Təşəkkür edirəm, dəyərli izləyicilərimiz. Bu son zamanlar bir-birindən gözəl evlər çıxacaq satışa. Bizi izləmədə qalın. Gəlin birlikdə evlərə baxaq, bəyənin, alın. Təşəkkür edirəm.